Hamıya salamlar dostlar. Bugün sizinlə Ark Survival Evolved oynuyoruz. İllər imkan verdi də bala. Nəysə. İllər sonra təzədən YouTube'a başlayıram. Davam edirəm daha doğrusu. Bunu mənə bir nəfər var, çox özəl biri. O şəxs mənə bunu dedi ki, çək. Mən çəkirəm elə. Özüm kayf istədim, çəkinməyəm bunu. Əslində özüm oynayırdım. Dostlarım heç olmasa qoy çəkim. Cəmaət də yararlansın bu videodan. Yararlansın nə yararlanacaq? Nəysə, çox yoruldu karakter. Biraz nəfəs alsın. Lütüyə, biraz paltarı... Heç nəyimiz yoxdur. Birinci səviyyəyi. Nəysə, başlaman yürüyük, şaka-şuk gedək. Biraz meyvələr zatdan yığaq. Əvvəlki oyunda ingiliscə oynayırdım. Bunu türkcə oynayırdım. Nə faydası var? Çox da bir faydası yoxdur. İngiliscə olsun da türkcə eyni şeydir dostlar. Güya özümü seyirəm, artist seyirəm. Biraz burada bıraq. Biraz yerdən daş yığaq. Daş. Sıcadır ha üstümə. Çəkin ha üstümə lazım gəl. Yox. Bir də craftingdən neyniyək? Bundan saman lazım bizə. Bir səviyyə də artdıraq. Birinci ağırlığa veriləcəm. Çox önəmlidir ağırlıq. Saman. İşte bundan bıraq. Yumulan ağac kəsirik. Sığırıq biz. Özüm öyle. Oyunu bilməyənlər üçün nəsə izah edeyim görəsən. Belə özüm qəribə istəyirəm. Oyun 1986-cı ildə çıxıb. Səhv edirəm bu arada. 2015'lere falan çıkmış da. Biraz ağırlık basar, biraz sürət basaq. Yəni bunu nəyəsə izah eləmək qəribə gəlir mənə. Yenə də qoy sırf söhbət olsun deyə danışacağım. Biraz bundan çaxmaq daş götürək. Balta düzəldə bilək. Axır ki. Əvvəl mən bunu oynadım 2 bölüm falan. Prosto rahat oynayamırdım. Üstə mən o save itirdim və orada daha yaxşı danışa bilmirdim. İndi burada daha yaxşı danışıram da. Nəsə bir fərqi yoxdur onsuz da. Prosto həvəsdən düşmüşdüm. Dedim bir də başlayıram. Görək hara çatdıra biləcəyik bu oyunu. İndi ilk olaraq biz bir şeylər eləməliyik burada. Bir şeylər dedim, nə eləməliyik? Zaten ekrana nəsə gəldi, getdi. Kamçı virüs düşüb edirsən. Sistemdə asıldı nəsə. Çox xəşləmək istəmirəm şeyləri, enqramları. Könəkdə əhəlləşdir. Könək əhəlləşdir demək istədim, danışa bilmədim. Məsələn, necəni də at 3-ə. Nə oldu? FPS düşdü. FPS özə gəl. Paşam. Nə oldu, mən video çəkirəm deyə belə olur. Oyun optimizasiya zibil göndərdi deyə belə olurkən.
Başdan belaya tərpənirik. Burada məni bu oyunu çəkməyə məcbur edən şəxsə səslənirəm. Sağ ol səni, mənə məcbur edin təzədən YouTube-a qaydırıq. Çox da həvəslənməyin. Bir-iki video atar, sonra başlarım silməyə. Niyə? Çünki mən bu işdə o qədər yaxşı deyiləm. İzləyicim bir şey yox. Tək başlarım Qulyebanın kimi olur. Evin içində tək başıma danışıram burada, dəli kimi. Adam özüm bir qəribə istəyir. Nəyə basaq burada? Bundan basaq, istehsal edici artsın bir şeylər. Yaxşı bir şeydir. Bundan düzəldəcəm bir yana bola. Həlləşdirmək üçün. Parasaurus qaçır. Yerdən daş yığıram. Arada su da içmiş olduq. Oyunun məqsədi nədir? Oyunun məqsədi 1990-cı ildə, yəni eramızda və 1990-cı il dinozavrlar yox olmamış, meteor dağılmamış, tökülməmiş, Big Bang, yox Big Bang'ın bura qatmayaq. Mən biraz çox getdim. Axırda bu 4-cü nədir? Kaynozoidu nədir? O dövrdən qabaq, buzlaşmalardan qabaq burada dinozavrlar yaşayırmış da. Biz olan içində insanlıq nətər olubsa, gəlmişik bura, burada yaşayırıq. Burada mədəniyyəti inkişaf etdən tək insan olacaq. Bizim belə bazarlarımız var da, yəni. Belə ot-mot yığırıq. Yuxarı dinozavrlıqda hərəkət edir. Yəni biz tək başımıza psixologiyamız pozulmur bu adada. Həyatda qalmağa çalışırıq. Ətimiz də oldu. Ətdə çürütmək lazımdır. Niyə çürütmək? Çünki biz istifadə edəcəyik. Bu narkoberilər yoxdur. Bunları biraz bir şey eləməliyik. Daha biraz yaxşı hala gətirməliyik. Oxun falan üstünə vuraq. Onun üçün də çürüyət falan lazımdır ki, birləşdirirsən denizində. Orada Hars və Havan əli var. Əcaib bir şeydir də. Sağ bolamıza hazırdır. Olay nə lazımdır? Dəri, daş. Sandığımız doldu belə şeylərlə. Üç dənə qəşəng.
Bunu 5'ə ataq, bunu 4'ə ataq. Sonra getdi, yallah yallah deyib əhəlləşdirməyə. Bu nədir? Ən zəhləm getdiyim şeydir. Yəni, izləyicinin xəritində şey deyək. Belə yazırdı. Haydi, stop. Buydu. Hə, stop. Yağış yağsın. At var orada. Özüm dedim, oyunda at əhəlləşdirək. At ən axırıncı əhəlləşən heyvan və insanların uzun illər dostu. Müharibələrin, yəni ilkin müharibələrin ən yaxın vasitəsi nədir? Danışmaq istəyirəm, da eləyib ki, batdım mən. Ola, buynuzlu adı var, unicorndur bu. Pegasus. Beyblade'də var idi, 68 səviyyə. Necə əhəlləşdirək bunu unicornu? Ola, oyun dondu. Bayağı şey oldu. Oyun crash verdi. O bu səsimdə eşitdiniz. Sonra oyuna təzən girdim. Oyunun sevi getmişdi. Nəsə getmişdi? Bir şey yarı-yarıya da 5 səviyyə olduğum hala qayıtmışdı 9 səviyyədən. Mən də önce daha buranı eləmədim. Çəkmədim heç. Yəni bir ki, başdan oynadım. Bu səviyyəyə gəldik. Harada qalmışdıq? O səviyyəyə gətirdim. Bolan falan istat elədim. Getdi atın dalıyca. O unicornu əhəlləşdirmək lazımdır. Prosta görə unicorn qalıb burada. Yəni oyun save məntiqi biraz fərqli getdi. Bu unicorn buralardaydı da bayaq. Yəni demək buraysa oyunun başında istəsə olubdu da bu yaranıb. İstəsə onu deyəcəkdim. Spawn olubdu. Prosta bir dənə baxmaq lazım görək hardadır. Karakterin staminası öldü. Səviyyə artanda stamina da vermək lazımdır. Aşağım, haradasan? Ana mənim atım. Bax, raptorlar ordusu burada. Qas. Bizim raptorlar bizə mərhəmət eləməz, non-mercy edirlər bizə. Gəlirlər ya arxamızı şərəfsizin övladları. Ay gəlməyin, sizin 7 sayılır, ən közün böyüsün. Söyməyəcəm. Ay ya, qıraq duru çıxardan qızlar ələt. Qaxtan ətin yiyib, onu götür. Əti götür, kitin götür, bulan götür. Kitin götür, könləyə götür. Sıqlarına çox da ehtiyac yoxdur. Burada sanmaq yoxa çıxsın. İndi bir canlıqla raptor tapınmı yoxsa başım raptor gedib parasarsan zaten əhəlləşdirək. Yəni hərə öz ayağını yorğanına görə uzatmalıdır da, biz də həmçinin elə eləyək. Bu videonun nə qədər uzun olacaq. Şeyləri kəsib doğrayıb bir şeylər eləyərik, qısa bir şey alındırarıq ki izləməyə yatkın olsun. Neçə dəqiqə eləsəm yaxşılar? 20 dəqiqə yox, 30 dəqiqə. 30 dəqiqə çox olar, 20 dəqiqə də az kimi olar. 24-25 dəqiqəyə sıxışdırsam olar elə. Heç olmuyor, burada bir dənə ev zat tikək, yəni bir başlanğıc olsun da, bir dənə dinozavr əhəlləşdirək. Hər seriyada olduğu kimi.
olsun. Yorulma. Reis. Oralardan bir şey taparıq. Hə, bu eləməsin olmur da. Gübrələmək lazımdır. Hal-hazırda çox mədəni danışıram. Söyüş istifadə eləmirəm. Bu çox inanılmaz bir şeydir. Çünki mən special olanam. Bu reis qəşəng bir şeydir. 28 səviyyə. Ox falan istehsal edəndə bunu həll eləyərik. Prosto bir dənə ilişdirmək lazımdır arasa. Yoxsa bizim bu dağın başından falan vurup əngin əzmək lazımdır. Sənin səviyyəsi nə olur? Yüksək səviyyə ol. 12 səviyyə nədir? Olaya heyifdir. Prosto əhələşdirə bilərəm də yəni. Ben biraz gəzək biraz. Gəzək. Apasniyelərdə oradan ilan çıxacaq. İlan da dediğim belə bazı bir şey deyil yəni. Oyunu tanıyanlar bilir ama tanımayanlar gözəl bu nədir? O boyda ilan olar. İşte ilan bir şey ağac kimi bir şeydir. Para sana Parasaurus. Zor yerdir meşəyi, təbiət. Aha tapdım bir dənəsini. Abi o çox utancaq canlıdır. Mənə görən kimi kasada birazdan. Gördüm mən şey. Qaç. Qaç yiyəcəm səni. Seviyəsən 20 yox, sən gedərlər. Nə olar 50-60. 88 əla. Yəni bir sənə baxaq. 36 yox 88 qəşəng. Yəni bu hazır tapdığım ən yaxşısıdır. Bunu atırıq belə. Sonra bu götürsən ağzının üstünə vura. Elə bir ki heç bizim canlımız olası deyil də bu. Bu dinozavr bizi vurmur çünkü qorxaq bir şeydir yəni. Bola atmasam qaçar. Ayda. Kaçma. Kaçma paşa. Zibil çıxdı. Səviyyəsi üstəlik deyə tez bayılanmadım. Oxunuzu gəlmir ki. O ne qaçdı ha? Düşü məndən qorxmusan. Vallahi mən qorxaram. Ay yaman ilan. Sən ilivi. Ay Allah'ın ekber. Şerefsiz öldürdü. İmkan vermedi. Ay bu da koptu. Hamısı kırılır. Əsəbləşdirdi. Bəni neçə dəfə öldürdü. Şeydə Parasaurus öldürdü. Əsəb elədi mənə. Nə olur Parasaurus? Sən paşam, səviyyən yüksək olsun. 4 səviyyə nədə? Bizi gün verib ışıq verməyəcək. Çox şanssız başladıq. Valla bir dənə Parasaurus. Bir dənə Parasaurus. Axşamdan nifrət eləmək. Gecə hər zirzibil çıxır. Hələ bir dənə canlı var Trodon deyə. Şərəfsiz. İmkan vermir yaşayaq. Yorulduq. Bir Parasaurus zaten hələşdirsəydi başımızı qoyub yatardıq. Nə mənada mən videonu sonlandırdım deyib yatardım. Yeri idi də mən danışıram bu buradan pırt. İmkan ver söz danışıram arkadaş.
qədər, nə bilim, daşımağa kimi. Hara getdin? Ay heyvan. O da itirdik. Xeyirli olsun. Mən koram, bəlkə görmürəm. Nə bu? Acıqdan ölürük. Məzələnmə. Yanında tərpənir. Paşa, sən elə. Üzürlü sayda bırat. 12 səviyyəyə bir canlısan, amma nağaraqlar məcburuq. Gələn döyür bizi. Deməli, bax, nə lazımdır bizə? Bundan ataq sənə bu səhər kifayət eləyər. Həmzə də bundan geynək. Normalda bu şey sevir. Tamam, buradan baxaq. Tapacağım ondan. Bir də meyvə var. Mejodur nədir? Mejo meyvəsi olmalıdır. Aba ondan. Yoxsa 4 dənəsi bəs olur. Baxacam bundan yiyəcək ancaq. Top yiyir ha. Acıyıb. Bir dənə parasaur yəhəri də öyrənək. Səsəndən dərimiz lazımdır bizə. Nə qoyaq lan bunun adını? Bunun adını qoyaq. Nə qoyayım mən bunun adını? Bu bizim ilk göz ağrımız olduğu üçün bunun adını Gözəyar qoyacam. Öyle yazmaq olmur. Yığızda bir yazdım, Gözəyar. Gözəyar özdə. Hər nəysə, gəl getdi aslan. Sən bizim ilk canlımız olduğun üçün sənə hörmət edəcəm. Sən mənə hörmət eləməlisən, amma da nəysə də. Bizə biraz dəri lazımdır. Gedirik intiqam almağa. Öldürə bilərsən onları. Bunu öldürərlər ya orada. Gəç gedək. Sən canım. Bunu yiyə bilərsən. Sən bunu yiyərsən, məncə bax. Sen oradan vur, ben de buradan. Gel. İspat nizən. Oradan ben de buradan vururam. Təşrif döyürük. Ulan öldür. Ay sağ ol paşam. Hal olsun sana. Sen sattır. Ay malades. Əla oldu be əla. Gülürüyə hər. Mesela biraz meyvədən atlataq. Bunu yemə. Sen burada yıxılıb yatarsan sonra. Yaxşı olmaz. Parasaur yəhərdə oldu. 500 ağırlığı var. İşimizi görər. Biraz sürətini artırarıq. Hələlikdir, hələlik. Yəni, o 88 səviyyə olsaydı daha yaxşı olardı. İşimizi daha yaxşı görərdi. Acından ölür biz yenə. Biz özümüz səviyyə atladıq. Hələ ki ağırlığa veririk. Ox və bəlkə baxaq.
Sağ. 4'ün 4'e bir dənə tikək. Bir də altdan eləyək. Ama düzəltdik. So, evimiz də var. Böyle bir ayda. Evin içine 2 dənə sandal atacağıq. So, evimiz hazır. Yaşayırıq da qaqa. Saqqalımız ağrıda çıxdı. Ne lazımdır sizə? Neyse. Dinozavrımız, evimiz. Her şey tamamladık. Her şey tamamladık. Ya. İkinci bölümdə inşallah Trike'dan zaten hələşdirdik. Sonra Raptor yoxlayaram bir. Birinci bölüm çox kiçik keçdi, az danışdım, yuxluydum falan, nə danışacağımı bilmirdim buna görə, ola bilər belə şeylər, nəysə. İzləyicim yoxdur bilirəm, məni izləyən kim var, bir nəfər var böyük ehtimalla, ümid edirəm o da izləyər, yəni məcbur olsa izlətdirəcəm ona. Onun xaricində gələcək bölümlərdə nə edeyim? Dinozavrum olsa adını nə qoyum? Belə şeylər yazsaz, mən kimə danışıram burada, nəsə də keyfiniz istəyən kimi takılın, freestyle. Ben de bölümü burada sonlandırıram. Hamınız ürəksiz, hamınızı sevirəm. Gecəniz, mənim gecəm xeyrə. Siz də sağ olun, salamat qalın. Like falan istəyirsiniz eləməyin. Yəni onsuz bunu yumurta çəkirəm. Yumurta çəkirəm ya, serial yemək istəyirəm ha. Mənim dinozavrum özüm yersə nəsə. Doğruyaram ha, yəni intiqam. Nəsə, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.